Yeni il hədiyyə qutuları alarkən və ya hazırlayarkən xüsusilə diqqətli olmaq lazımdır. İstehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunacaq şəkildə etiketlənməsinə, istehsal tarixinə, xalis çəkisinə, qida dəyərliyinə, eləcə də istehsalçı müəssisənin adı, ünvanı və digər məlumatlarla tanış olmaqları tövsiyə olunur. Bununla yanaşı, hədiyyə qutularını seçərkən onların qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyini, körəlanmadığına fikir vermək lazımdır. Hədiyyə qutularının üzərində içərisindəki məhsullara dair məlumat olmadığı təqdirdə istehlakçılar məhsullarla tanış olmaq üçün satıcıya müraciət etməkləri tövsiyə olunur. Qeyd edək ki, məhsulların keyfiyyəti ilə yanaşı onların düzgün istehlakı da əsas şərtlərdəndir. Valideynlər məhsulların uşaqlar tərəfindən düzgün istehlak edilmə miqdarına diqqət yetirməlidirlər. Ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda karies, diabetes və digər müxtəlif problemlərə səbəb ola bilər. Hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. Qarşıdan gələn yeni il bayramınız mübarək olsun.